Salam dostlar, bugün sizlere TikTok'ta keşfete necə düşə bilərsiniz onu göstərəcəm. Videolarınız keşfete düşmürsə, bugün sizlərə tamamilə güvənilir bir şəkildə hər bir cihazdan edə biləcəyiniz TikTok keşfeti hiləsini göstərəcəm dostlar. Göstərəcəyim sayt tamamilə rəsmi və güvənilirdir. TikTok keşfeti hiləsində necə olur dostlar? Gerçək insanlar videonuza yorum yazır, videonuzu bəyənir, sona qədər baxır, bu şəkildə TikTok alqoritması hərəkətə keçir və videolarınız keşfete düşür dostlar. Eyni zamanda kanalımıza abunə olub videonu bəyənib şərh qisminə TikTok istifadəçi adını yazan hər kəsə TikTok keşfet hiləsini aktiv edirik. Bunu da unutmayın. Eyni zamanda videonu da sona qədər izləyin. Sonda sizə keşfet hiləsi necə edilir onu göstərəcəm dostlar. İndi isə TikTok hesabımıza gəlirik. TikTokda bir dənə ayar var ki, bu ayarı etməyimiz lazımdır dostlar. Gəlirsiniz TikTok hesabınıza. Burada 3 xətt var. Daxil olursunuz. Buradan ayarlar və gizliyə daxil olursunuz. Gizliyə daxil olduqdan sonra bu şəkildə olmalıdır. Yəni hesabınız hər kəsə açıq olmalıdır dostlar. Eyni zamanda burada gördüyünüz kimi kişilər və Facebook arkadaşlarını senkronizə et var. Bu şəkildə bu da göy rəngdə olmalıdır dostlar. Bunu da unutmayın. İndi isə gəlin görək TikTok keşfet hiləsi necə edilir. Videonu sona qədər izləyin ki, öyrənə biləsiniz. Dostlar, Google'a gəlirsiniz, takipçi.com yazıb axtarışa verirsiniz. Baxın, çıxan ilk sayta, bu sayta daxil olursunuz. Bu sayta daxil olduqdan sonra ilk öncə sizə bunu göstərmək istəyirəm. Baxın, gördüyünüz kimi bütün məlumatlar qorunur. Sayt Azərbaycan saytıdır və rəsmi olaraq çalışmaqdadır. Buradan TikTok paketinə daxil olursunuz. Burada izlənmə, bəyənmə. Bizə əsas olan keşfet satın al var. Baxın, burada gördüyünüz kimi hal-hazırda 11 müştəri sifariş yaradır. Bu paketlərdən satın alaraq keşfete düşə bilərsiniz dostlar.